İyunun 22-sində Donald Trump İranın Fordo, Natanz və İsfahandakı nüvə mərkəzlərinin vurulduğunu bildirdi. İran tərəfi bu barədə ətraflı məlumat verməsə də, Reuters və The New York Times kimi məşhur xəbər mənbələri bu barədə məlumatlar yayıb. Məlumata əsasən hücum zamanı bunker bombalarından istifadə edilib. Bu bombalar möhkəmləndirilmiş yeraltı obyektlərə nüfuz etmək üçün nəzərdə tutulub. Yalnız Amerikanın B-2 Spirit bombardman təyyarələrində daşına bilən 13 ton ağırlığa sahib GBU-57 adlı bu aviabombalar yerin 60 metrə qədər dərinliyinə nüfuz edə bilir, GPS-də idarə olunur. Əlavə olaraq da bu aviabombaları daşıyan B-2 strateji bombardmançısı stealth özəlliyə sahibdir. Uçan qanad dizaynı sayəsində radar dalğalarını yayır və əks olunmasını minimallaşdırır. Gövdəsinin hazırlanmasında bol miqdarda kompozit materiallardan istifadə olunub və mühərrikləri gövdə daxilinə yerləşdirilib, nozulları da xüsusi materiallarla örtülüb ki, infrared axtarış sistemləri onu aşkar edə bilməsin. Havada görünməz hərəkət edən bu bombardmançı 18 ton döyüş yükü daşıya bilir ki, buraya həm konvensional, həm də nüvə başlıqlı sursatlar daxildir. B-2 əlavə yanacaq almadan 11.000 km məsafə qət edə bilir, amma havada yanacaq dəstəyi alarsa, bu məsafə 19.000 km-ə qədər artır. Yalnızca 21 ədəd istehsal edildiyi bildirilən B-2-nin bir ədədinin qiyməti 2 milyard dollara yaxındır. Amma Amerika artıq bu qocaman bombardmançıları təqaüdə çıxartmaq istəyir. Bunların əvəzində isə daha təkmil, daha müasir B-21 Raider bombardmançılarını istifadəyə gətirəcək. Bu kimi videoların davamı üçün videonu bəyənib səhifəni izləməyi unutmayın.